YouTube, Instagram ve TikTok hesaplarımı takip edip videonu beğenmeyi unutmayın. Sinus 2x, kosinus 2x, yani eyni bucağın hem sinusun hem kosinusun hasilini görəndə tez bərabərliyin sağ və sol tərəfini 2-yə vurmaq ağlınıza gəlsin. Və indi deyəcəm, məqsəd nədir burada? 4də 1 vurulsun 2. Sonra 2 sinus alfa kosinus alfa bizə sinus 2 alfa düsturunu verir. Yəni sinus 2 vurulsun 2x yazacaqsınız birbaşa. Sinus 2 alfa. O da bərabər. Bunlar ixtisar gedir. Qaldı 2də 1. Qaldı burada sinus 4x bərabər 2də 1. 4x bərabər mənfi 1 üstü k. Bunu öyrənəcəksiniz. Bu modeldir, formadır. 2də 1 neçə dərəcədə alır sinus? 30 dərəcədə. 30 dərəcə pi bölü 6 deməkdir. Dövrümüzdə pi k'dır. Və x-i tapanda hər tərəfi böləcəksən 4-ə. Mənfi 1 üstü k vur. Pi bölü 24 üstə gəl. Pi k böl 4 olacaq.